Salam, hər vaxtınız xeyir. Bu da bizim 27-ci dərsimiz. Bugün biz sizinlə can modal feilini keçirik, hansı ki daha öncə diyaloqlarda qarşımıza çıxmışdı və bilirdik ki bu söz bilmək və bacarmaq deməkdir. Bəs bunu cümlədə necə işlədirik? Deməli, yadda saxlayırıq ki, nə isə edə bilirəm, bacarıram demək istəyəndə can sözündən istifadə edirik. Və cümlə quranda birinci mübtəda gəlir, yəni şəxs, ondan sonra can sözünü istifadə edirik, sonra da feili. Yəni, nəyi edə biliriksə onu deyirik. Məsələn, mən 4 dildə danışa bilirəm. Birinci deyirik mən, yəni mübtədamız, I, ondan sonra bilmək, bacarmaq sözünü, can, sonra nəyi bacarırdı? Danışmağı. Speak, sonra da 4 dildə və 4 dil dedikdə olur 4 languages. Yəni dil sözü bu şəkildə yazılır. Language, dilir, language. Və dil sözü ingilis dilində 2 cür olur. Bir, hansısa ölkənin dili dedikdə istifadə etdiyimiz o dil sözü, hansını ki az öncə dedim. Digəri isə bədən üzvü olan dil. O da bu şəkildə yazılır. Tongue, dilir, tongue. Və burada 4 dil deyildiyinə görə dil sözünü cəmdə yazırıq. Çünki dil sayılan isimdir. Sonra məsələn desək, o ingilis dilində danışır. Birinci deyirik, o danışır, he speaks, ondan sonra da ingilis dili, yəni English. Və burada ingilis dili deyəndə mən sadəcə English işlətdim. Amma biz istəsək, az öncə öyrəndiyimiz language sözünü də işlədə bilərik. Yəni, İngilis dili sözünü bu şəkildə deyə bilərik. Amma language sözünü əlavə etdikdə həmin dilin qarşısında z müəyyənlik artiklda işlənir. Yəni biz bu cümləni həm he speaks English, həm də he speaks the English language deyə bilərik. Yəni bu sizin istəyinizdən asılıdır. İstəyirsinizsə language sözünü əlavə edin, istəyirsinizsə etməyin. Amma əlavə etdinizsə, onda qarşısında z müəyyənlik artiklını işlətməyi də unutmayın. Və gördüyünüz kimi bu cümlədə bilirəm sözü yox idi, ona görə də can sözündən istifadə etmədik. Amma eyni cümləni dəyişib desək ki, o ingilis dilində danışa bilir. Bax, belə olan halda artıq can istifadə olunur, yəni bilmək, bacarmaq sözü. Onda birinci deyirik o, he, sonra bilir, can, nəyi bilir? Danışmağı, speak, sonra da ingilis dili, yəni English. Və yaxud da he can speak the English language. Baxın, burada nəyə diqqət edirik? Yadınıza gəlirsə biz demişdik ki, mübtəda he, she, it olduqda biz feilin sonuna s əlavə edirik və yaxud da es. Yəni s ya da es. Amma can işlətdikdə s və yaxud da es artırmağa ehtiyac yoxdur. Yəni nə can sözünə s əlavə edirsiniz, nə də ondan sonra gələn feilə s və yaxud da es əlavə olunmur. Yəni can sözü ilə cümlə qurmaq olduqca asandır. Çünki can şəxsə görə dəyişmir. Yəni gördüyünüz kimi s, es əlavə etmədik. Ondan sonra gələn feilə to əlavə olunmur. ing, yəni ing şəkilçisi əlavə olunmur. Yəni can və ondan sonra feil birbaşa gəlir, heç bir şəkilçisiz. Və az öncə biz sizinlə bədən üzvü olan dil sözünü də keçdik. Gəlin onunla da belə bir ifadə öyrənək. Hold your tongue, yəni dilini dinc saxla və yaxud da sus deməkdir. Və bu bizim yeni sözümüzdür. Bu şəkildə yazılır. To hold, deyilir. Hold. Saxlamaq, tutmaq, daşımaq və gözlətmək deməkdir. İndi biz sizinlə bilirəm, bacarıram sözünü öyrəndik. Bəs əgər bilmirəm, bacarmıram demək istəsək nə edirik? Bax onda can sözünün yanında not işlədirik. Yəni can not olur bilməmək, bacarmamaq. Amma cümlədə bu şəkildə işlətmirik. Bunu bir-birinə birləşdirib qısa şəkildə belə yazırıq və can't deyirik. Can't. Deməli, cümlə sıramızda belə olur. Birinci mübtəda gəlir, ondan sonra can't, sonra da feil. Məsələn, mən səni eşidə bilmirəm. Və burada eşitmək bizim yeni sözümüzdür. Bu şəkildə yazılır. To hear, deyilir. Hear. İndi qayıdaq cümləmizə. Birinci deyirik mən, I, ondan sonra bilmirəm, can't, sonra eşitmək sözü, hear, sonra da səni, you. Deməli, mən səni eşidə bilmirəm, olur, I can't hear you.
Və yaxud da desək, biz onun adını xatırlaya bilmirik. Burada da xatırlamaq bizim yeni sözümüzdür. Bu şəkildə yazılır. Remember deyilir. Remember. İndi birinci deyirik biz, we, sonra bilmirik, can't, sonra xatırlamaq, remember, sonra da onun adını, his name və yaxud da her name. Yəni onun sözü kişi cinsindədirsə olur his, qadın cinsindədirsə olur her. Və biz bura kimi həm nəyisə edə bildiyimizi, həm də edə bilmədiyimizi necə deməliysə onu öyrəndik. İndi də gəlin sual verməyi öyrənək. Yəni edə bilərəm və yaxud da bacararam kimi sual vermək istəsək nə edirik? Yenə də can sözündən istifadə edirik, amma bu dəfə mübtədadan sonra yox, əvvəl. Yəni birinci can deyirik, ondan sonra mübtədanı, sonra da feili. Və beləcə nəyisə edə bilərəm, bacararam deyə sual vermiş oluruq. Məsələn, maşını burada saxlaya bilərəm soruşmaq istəsək, onda ilk öncə gəlin maşını saxlamaq sözünü öyrənək, yəni park etməyi. Bu şəkildə yazılır, to park deyilir, park. Bəli, düz başa düşdünüz. Bu söz həm dincəldiyimiz park sözüdür, həm də maşın saxlamaq, park etmək sözüdür. Yəni isim kimi dincəldiyimiz park olur, feil kimi maşını saxlamaq, park etmək. İndi isə qayıdaq cümləmizə. Deməli, sual cümləsi olduğu üçün birinci bilirəm sözünü deyirik, yəni can, ondan sonra da şəxsi. Və cümlədə şəxsimiz mən sözdür. Yəni, maşını burada saxlaya bilərəm deyəndə bilirik ki, söhbət məndən gedir. Mən saxlaya bilərəm, soruşuram. Ona görə can sözündən sonra I işlədirik, yəni şəxsimiz olur I. Ondan sonra maşını saxlamaq sözü park, sonra da burada, yəni here. Deməli, maşını burada saxlaya bilərəm, olacaq. Can I park here? Və yaxud da başqa bir sual verək. Məsələn, qələmini borc ala bilərəm. Burada yeni sözümüz borc almaqdır. Bu şəkildə yazılır. To borrow deyilir. Borrow. Və burada da sual cümləsi olduğu üçün birinci bilirəm sözünü deyirik. Can. Ondan sonra şəxsimiz yenə mən olur. I. Sonra borc almaq, borrow, sonra da qələmini, yəni sənin qələmini olur your pen. Deməli, qələmini borc ala bilərəm, olacaq can I borrow your pen? Can modal feili ilə cümlə qura bildiksə, sual yarada bildiksə, gəlin indi də suallara necə cavab vermək lazımdır, onu öyrənək. Burada da əslində elə çətin bir şey yoxdur. Bilirsiniz ki, bəli cavabı yesdir, xeyr cavabı da no'dur. Amma bu şəkildə cavab verəndə daha nəzakətli olur. Və belə cavab vermək üçün də yadda saxlayırıq ki, bəli deyiriksə birinci yes olur. Ondan sonra şəxs əvəzliyi gəlir, yəni bax bunlardan biri. Ondan sonra da can sözü. Yox, əgər xeyr demək istəyiriksə, onda birinci no deyirik, ondan sonra yenə bu şəxs əvəzliklərindən birini, sonra da can't, yəni cannot. Və beləcə biz nəzakətli bir şəkildə həm bəli, həm də xeyr cavabı vermiş oluruq. Amma indi desəz ki, mən hardan bilim hansı şəxs əvəzliyini işlədəcəm, buna görə də narahat olmayın, bu da çox asandır. İndi mən burada izah etmək üçün belə bir cədvəl düzəltdim, amma sizin bu cədvəli əzbərləmənizə ehtiyac yoxdur. Sadəcə məntiqi tuta bildiksə vəssalam. Deməli, sualımız can I olsa, yəni mən nəyisə bacarıram deyə bir sual versək, onda cavabda yes you can deyilir. Yəni, bəli, sən bacararsan. Və yaxud da xeyr, sən bacarmazsan demək istəsək, olur no you can't. Deməli, mən sözü ilə sual verildisə, təbii ki, biz orada bəli sən edə bilərsən və yaxud da xeyr sən edə bilməzsən deyirik. Ona görə də şəxs əvəzliyini you olaraq işlədirik. Yox, əgər sual olsa can you, yəni sən nəyisə edə bilirsən, onda bəli desək olur yes I can, xeyr desək no I can't. Yəni you sözünü sən olaraq işlətsək, deməli cavabda I deyirik, yəni mən sözünü. Yox, əgər you sözünü sən yox siz olaraq desək, onda cavabımız olur yes we can və yaxud da no we can't. Baxın, bura biraz çaşdırır, amma qəliz heç nə yoxdur. Yəni,
bir nəfərə sual verib soruşuruqsa, sən nəsə edə bilirsən? Onda cavabda təbii ki deyəcək, bəli, mən edə bilirəm və yaxud da xeyr, edə bilmirəm. Amma bir neçə nəfərə sual versək ki, siz edə bilirsiniz, onda deyirlər ki, bəli, biz edə bilirik və yaxud da xeyr, biz edə bilmirik. Sonra əgər mübtədamız we olsa, yəni sual versək, biz edə bilərik, onda cavabda olur, yes you can, yəni bəli siz edə bilərsiniz və yaxud da no you can't, xeyr siz edə bilməzsiniz. Deməli, we ilə sual verildisə, cavabda you işlədirik. Amma indi soruşsaq, o edə bilər, onda cavabda olur, yes he can, bəli o edə bilər və yaxud da no he can't, xeyr o edə bilməz. Deməli, burada mübtəda he, she, it nədirsə, ona uyğunda cavabda həmin şəxs əvəzliyi olur. Yəni, sualda he-dirsə, cavabda da he olur. Sualda she-dirsə, cavabda da she olur. Sualda it-dirsə, cavabda da it olur. Yox, əgər o, yox, onlar deyilsə, yəni sual versələr ki, onlar bacarır, onda deyirik, yes, they can, bəli, onlar bacarır və yaxud da no, they can't, xeyr, onlar bacarmır. Bax, burada biz sizinlə sualda şəxs əvəzliyi olsa, necə cavab verməliyik, onu öyrəndik. Amma indi desəz ki, əgər sual cümləsində şəxs əvəzliyi olmasa, başqa sözlər olsa, onda necə cavab verəcəm? Ne diyor bu ya? Şimdi anlarız. Məsələn, deyək, can your son swim? Yəni, sənin oğlun üzə bilir. Bax, biz buna bəli cavabı vermək istəsək, deyirik, yes, he can. Yox, əgər xeyr cavabı verirsə, no, he can't. Niyə he işlətdik? Çünki your son deyir. Yəni, sənin oğlun üzə bilir soruşur. Söhbət oğuldan gedir və bir oğuldan söhbət getdiyi üçün biz onu he ilə əvəz edirik. Yox, əgər sualımız dəyişsə, soruşsalar ki, sənin qızın üzə bilir, yəni söhbət bir qızdan getsə, onda olur yes she can və yaxud da no she can't. Və yaxud da hansısa bir heyvandan söhbət gedir. Məsələn, sən itin üzə bilir, onda deyirik yes it can və yaxud da no it can't. Və biz burada hansısa heyvandan danışdığımıza görə onu artıq şəxs əvəzinə çevirəndə olur it. Və bu üç sualın üçündə də bizim şəxsimiz təkdə idi. Yəni, burada oğul dedik, burada qız dedik, burada isə it. Amma indi mübtəda cəmdə olsa, yəni deyilsə ki, sənin dostların üzə bilir, onda cavabda olur yes they can və yaxud da no they can't. Deməli, yadda saxlayırıq ki, mübtədamız təkdədirsə, onda həmin sözü ona uyğun şəxs əvəzliyinə çeviririk, yox əgər cəmdədirsə, onu z ilə əvəz edirik. Və beləliklə, can ilə verilən suallara həm düzgün, həm də nəzakətli şəkildə cavab vermiş oluruq. Excuse me, I'm in a hurry. Can I stand in front of you? Excuse me, I'm in a hurry. Excuse me, I'm in a hurry. Yəni, bağışlayın, mən tələsirəm. Burada to hurry bizim yeni sözümüzdür, tələsmək deməkdir. Bu şəkildə yazılır, hurry deyilir, hurry. Amma in a hurry desək, onda olur tələsik halda. Və mən tələsirəm demək istəyəndə də deyirik, I'm in a hurry. Can I stand in front of you? Can I stand in front of you? Yəni, sənin qarşında dayana bilərəm. Və bu bizim yeni sözümüzdür. Bu şəkildə yazılır, front deyilir. Ön tərəf deməkdir. Amma in front of olur qarşısında. Oh, do you mean you want to go ahead of me? Yes. Can I go ahead of you? Oh, do you mean you want to go ahead of me? Oh, do you mean you want to go ahead of me? Tərcüməsi isə belədir. Do you mean, yəni sən nəzərdə tutursan, you want, sən istəyirsən to go ahead of me, məndən önə keçmək. Yəni, sən məndən önə keçmək istədiyini nəzərdə tutursan və burada bizə bildirir ki, önə keçmək istədikdə
stand in front of yox, onun əvəzinə go ahead demək lazımdır. Yes, can I go ahead of you? Yes, can I go ahead of you? Yəni, bəli, mən səndən önə keçə bilərəm. Oh, sure. Thank you. Oh, look, she's breaking the line. Yeah, looks like she's cutting in line. Oh, sure, əlbəttə. Və bu söz show həm də sure olaraq tələffüz olunur. Yəni, bildiyimiz sure sözünü demirik, bu r-nı biraz boğuq formada deyirik. Sure. Sonra thank you. Təşəkkür edirəm. Oh, look. Yəni, bax. She's breaking the line. Yəni, demək istəyir, o növbəni pozur. Amma növbəni pozmaq sözünü biz burada break sözü ilə demirik. Yeah, looks like she's cutting in line. Yəni, bəli, o növbəni pozana oxşuyur. Deməli, yadda saxlayırıq ki, növbəni pozmaq sözünü break yox, cut sözü ilə bildiririk. Və bu bizim yeni sözümüzdür. Bu şəkildə yazılır. To cut deyilir. Əsasən kəsmək deməkdir, amma digər mənası da pozmaqdır. Yəni, cut in line desək, olur növbəni pozmaq. Hey, the line is behind us. Yeah, the line starts back there. Hey, the line is behind us. Hey, sıra bizdən arxadadır. Yeah, the line starts back there. Yəni, bəli, sıra orada arxadan başlayır, geridən başlayır. I need to go to the washroom. Can you keep my place? Oh, you want me to hold your spot? Yes, can you hold my spot? Sure. Thank you, thanks. I need to go to the washroom və yaxud da washroom. I need to go to the washroom. Yəni, mənə ayaq yoluna getmək lazımdır. Və bu bizim yeni sözümüzdür. Bu şəkildə yazılır. Washroom və yaxud da washroom deyilir. Ayaq yolu deməkdir. Can you keep my place? Can you keep my place? Yəni, sən mənim yerimi saxlaya bilərsən? Və burada place bizim yeni sözümüzdür. Bu şəkildə yazılır. Place deyilir. Yer deməkdir. Və burada keep sözü yanlışdır. Oh, you want me to hold your spot. Yəni, sən məndən yerini saxlamağımı istəyirsən? Və belə dedikdə başa düşürük ki, biz artıq orada keep yox, hold deməliyik. Yes, can you hold my spot? Yes, can you hold my spot? Yəni, bəli, sən mənim yerimi saxlaya bilərsən? Və biz daha öncə də bu cümləni keçmişdik, amma orada hold yox, save sözü ilə və deməli, belə başa düşürük ki, yerimi saxla dedikdə biz həm hold my spot və yaxud da save my spot deyə bilərik. Və həmçinin spot sözünün əvəzinə də place deyə bilərik. Sure, əlbəttə. Thank you, thanks. Təşəkkür edirəm, təşəkkürlər. Excuse me, I'm in a hurry. Can I stand in front of you? Oh, do you mean you want to go ahead of me? Yes. Can I go ahead of you? Oh, sure. Thank you. Oh, look, she's breaking the line. Yeah, looks like she's cutting in line. Hey, the line is behind us. Yeah, the line starts back there. I need to go to the washroom. Can you keep my place? Oh, you want me to hold your spot? Yes, can you hold my spot? Sure. Thank you, thanks. Excuse me, is this the back of the line? No, it's back there. Okay, thank you. Excuse me. Excuse me. Bağışlayın. Is this the back of the line? Is this the back of the line? Yəni, bu sıranın sonudur.
Əgər yadınıza gəlirsə, biz eyni sualı keçmişdik, amma burada back yox, and deyirdik. Və beləcə yadda saxlayırıq ki, əgər sıranın sonudur, növbənin sonudur soruşmaq istəsək, həm is this the back of the line, həm də is this the end of the line deyə bilərik. No, it's back there. No, it's back there. Yəni, xeyr, orada arxadadır, geridədir. Okay, thank you. Yəni, oldu, çox sağ olun. Excuse me, are you in line? Yes, I am. Okay, thanks. Are you in line? Are you in line? Yes, I am. Yes, I am. Shoot. Excuse me, can you hold my place in line? I forgot something. Sure. Thank you. I'll be right back. Shoot. Excuse me. Can you hold my place in line? Shoot. Excuse me. Can you hold my place in line? Tərcüməsi isə belədir. Lənət olsun, bağışlayın, mənim yerimi saxlaya bilərsiniz. Və bu sözün əslində mənası çoxdur, amma burada lənət olsun, ayda, tüh olaraq tərcümə olunur. I forgot something. Yəni, mən bir şey unuttum. Və bu bizim yeni sözümüzdür. Əslində yeni deyil, bu daha öncə keçdiyimiz forget sözünün keçmiş zaman formasıdır. Yəni, indiki zamanda unutmaq sözü belə yazılır, forget deyilir. Amma keçmiş zamanda belə yazılır, forgot deyilir. Məsələn desək, keçən il mən onun ad gününü unuttum. Baxın, burada artıq keçən ildən söhbət gedir, keçmiş zaman olduğunu bilirik və burada da unuduram yox, unuttum dedik. Yəni aydındır ki, bu keçmiş zamandır. İndi cümləni tərcümə edəndə ilk öncə gəlin keçən il deyək. Burada keçən sözü olur last. İl sözünü də daha öncə keçmişdik. Bilirsiniz ki, year deməkdir. Deməli, keçən il olur last year. Və keçən il sözünü biz həm cümlənin əvvəlində, həm də ən sonunda deyə bilərik. İndi gəlin ən başda deyək, olur last year. Ondan sonra isə deyirik, mən unuttum, yəni I forgot, baxın forget yox, forgot, çünki keçmiş zamandır. Ondan sonra da onun ad gününü, yəni her birthday və yaxud da his birthday. Deməli, keçən il mən onun ad gününü unuttum, olacaq last year I forgot her birthday və yaxud da I forgot her birthday last year. Və biz keçmiş zamanı bildirmək üçün yeni öyrəndiyimiz bu keçən sözünü digər zamanlarla da işlədə bilərik. Yəni, keçən həftə olacaq last week, keçən ay last month, keçən yay last summer və s. Yəni, keçdiyimiz zamanların qarşısında last sözünü işlətsəz, olur keçmiş zaman. Və həmin cümlələrdə biz unutmaq sözünü forget, yox, forgot olaraq işlədirik. Sonra isə deyilir sure, yəni əlbəttə, thank you, təşəkkür edirəm, I'll be right back. I'll be right back, yəni tez qayıdacam. Və burada right back olur tez qayıtmaq, dərhal geri. Excuse me, do you mind if I go ahead of you? I only have one thing and I'm in a hurry. No problem. Thanks so much. Excuse me, do you mind if I go ahead of you? Excuse me, do you mind if I go ahead of you? Yəni, bağışlayın, qarşınıza keçsəm etiraz edərsiniz. Deməli, burada bu bizim yeni sözümüzdür. Bu şəkildə yazılır. To mind deyilir, etiraz etmək deməkdir. Digər mənası isə ağıl və beyin deməkdir. Yəni, isim kimi olur ağıl, beyin, amma feil kimi olur etiraz etmək. I have only one thing and I'm in a hurry. I have only one thing and I'm in a hurry. Yəni, məndə yalnız bir şey var və mən tələsirəm.
ve bu bizim yeni sözümüzdür. Bu şekilde yazılır. Thing deyilir. Bir şey, eşya demektir. No problem. No problem. Yani problem değil. Thanks so much. Thanks so much. Çok teşekkürler. Oh, excuse me. I was here first. You have to get in line back there, actually. Oh, I'm sorry. I didn't mean to cut you. No problem. Excuse me. I was here first. Excuse me, I was here first. Yani bağışlayın, birinci mən idim burada. You have to get in line back there. Actually, you have to get in line back there. Actually. Yani əslində siz sırada orada arxada dayanmalısınız. Və burada gördüyünüz have to Azərbaycan dilində malı məli şəkilçisidir. Yəni nəsə etməliyəm demək istəsəz, feilin qarşısında have to işlədirsiniz. Məsələn, mən işə getməliyəm. Olur, I have to go to work. Və yaxud da sən işə getməlisən. You have to go to work. Deməli, birinci mübtəda gəlir, ondan sonra have to, sonra da feilimiz, xəbərimiz. Amma burada diqqətli olun, əgər mübtəda he, she, it olsa, onda have to yox, has to işlədirik. Yəni, o işə getməlidir, olacaq. He has to go to work. Və yaxud da mübtədamız hansısa bir şəxs əvəzliyi yox, başqa bir söz olsa. Məsələn, qardaşım işə getməlidir. Olacaq. My brother, yəni qardaşım, sonra has to go, yəni getməlidir, sonra da işə, to work. Və burada da have to yox, has to işlədirik, çünki mübtəda təkdədir. Əgər qardaşlarım desəydi, yəni my brothers olsaydı, onda has to yox, have to işlədəcəkdik. I didn't mean to cut you. I didn't mean to cut you. Yəni, niyyətim növbəni pozmaq deyildi. No problem, no problem. Yəni, problem deyil. Excuse me, is this the back of the line? No, it's back there. Okay, thank you. Excuse me, are you in line? Yes, I am. Okay, thanks. Oh, shoot. Excuse me, can you hold my place in line? I forgot something. Sure. Thank you. I'll be right back. Excuse me, do you mind if I go ahead of you? I only have one thing and I'm in a hurry. No problem. Thanks so much. Oh, excuse me. I was here first. You have to get in line back there, actually. Oh, I'm sorry. I didn't mean to cut you. No problem. Və bu gördüyünüz bizim ev tapşırığımızdır. Birinci tapşırıqda cümlələri tərcümə edirik. İkinci tapşırıqda isə gördüyünüz boşluqlara ya forget ya da forgot yazırıq. Yəni cümləyə baxırsınız, əgər indiki zamandadırsa forget işlədirsiniz, yox əgər keçmiş zamandadırsa forgot. Əgər tapşırıqlarımızda aydın oldusa, bugünlük dərsimiz bu qədər. Sağ olun, salamat qalın. Gələn dərs görüşmək ümidi ilə.